Salam. Bu gün sizə bir marketdə mövcud olan məhsulları şəxsi kabinetinizə necə əlavə edəcəyinizi göstərəcəyik. Əvvəlcə birmarket.az saytında tələb olunan məhsulu tapın. Məhsul səhifəsini açın və oradakı məhsul kodunu və ya adını kopyalayın. Daha sonra şəxsi kabinetinizdə məhsullar bölməsinə daxil olun və məhsulların idarə olunması düyməsinə klikləyin. Açılan səhifədə məhsul yarat düyməsinə klikləyin. Yeni səhifədə mövcud məhsulu əlavə et bölməsinin axtarış hissəsinə əvvəlcə kopyaladığınız məhsul kodunu daxil edin. Bundan əlavə məhsulu MPN, istehsalçı kodu, barkod və ya məhsul adı ilə də axtara bilərsiniz. Kodu daxil etdikdən sonra axtarış işarəsinə klikləyin. Əgər məhsul artıq bir marketdə mövcuddursa, sistem onu dərhal göstərəcək və siz seçmək düyməsinə basaraq onu rahatlıqla mağazanıza əlavə edə biləcəksiniz. Artikul artıq sistem tərəfindən avtomatik əlavə olunub. İstəsəniz onu dəyişə bilərsiniz. Daha sonra məhsulun qiymətini, əgər varsa endirimli qiymətini və bir marketdə satış üçün mövcud sayını daxil edin. Bütün məlumatları tamamladıqdan sonra yadda saxla düyməsinə toxunun və bir neçə dəqiqədən sonra məhsul mağazanızın məhsullar siyahısında görünəcək. Hər hansı bir çətinlik və ya problem ilə qarşılaşdığınız zaman tərəfdaş dəstək şöbəsinə müraciət edə bilərsiniz.